Sən Seymur, ora çıxıb özünü tərifləməklə elə bilirsə hamısı sənə haqq qazandırır. Sən oğrusan, oğru. Bu işi oğru. Mənim telefonlarımı yandırdın. Mənim tumanlarımı oğradın, lipçiklərimi oğradın, əl çantamı oğradın, kaşloklarımı oğradın, parçalarımı oğradın, vilkalarımı oğradın, qaşıqlarımı oğradın, duzqablarımı oğradın, güllərimi oğradın, saatımı oğradın. Sən mənim razetkalarımı oğradın, apardın, taladın öyümü, eşiyimi, istəkanlarımı oğradın, nəlbəklərimi oğradın, boşqablarımı oğradın, divardan laçnik lampuçkamı oğradın, parçalarımı oğradın, ayağımın naskilərini oğradın, apardın, nauşniklərimi oğradın, başımın ləçəklərin, əl dasmallarımı, əl-üz dasmallarımı, çay dasmallarımı, süfrəyə qoyan balaca dəsmalları oğradın, apardın, bıçaqlarımı oğradın, apardın. Sən mənim öyümdə islahat qoymadın. Yaronlik tavamın qapağını oğradın, apardın. Namaz təsbihimi oğradın, apardın. O namaz sənin cigərini bürüş-bürüş eləsin. Canından xeyir tapmayasan, oğru. Gecə səhərə kimi nırhanır. Dədəliğin maisi də, iki qardaşı da, Əl Ağalı Şahin Vaqif oğlun da. Salmısan bu aşağı başın küçələrinə hələ qapımdan əl çəkmirsən. Kislata atacam gözüma. Səni öldürəcəm, öy mənə qalsın. Mənən öy tikmirsən, peysər, 50 toğumu, 30 ördəyimi, 10 qazımı çaqqala yem elədin. Çaqqal qabağından qalan bir ördəyimi, 50 manatlıq ördəyimi qardaşım Petuq Elnura verdin. Xoruzu anın Lotu Züleyxiyə verdin. Anın pencəyimi apardı, vermədi. Dasmalımı apardı, vermədi. İsyan Nəlbəkimi apardı, vermədi. Dədəmdən yadigar saxladığım kutkanı oğradın, apardın. Dədəmin 8 dənə qızıl dişini yoxa çıxartdın, namussuz, beygiriyyət. 3 dənə qardaş Petuqlar anın göndərirdi, gəlib həyətimdə olan qoz ağacın motorla kəsirdin. O cırıq götüva, qəbristanlıqda cırılan götüva girirdi o qoz ağacı. Bir namus, beygiriyyət. 25 manatlıq toğ xoruzun kəsib yeduz haram xoşuz olsun qoz ağacımı kəsəndə gözünüzdən gəlsin. Bıçaqlarımı oğrayıb apardın, soxdun götüva, binamus, biqiriyyət, şərəfsiz, oğru. Hələ danışırsan da, səni verəcəm lazım olan yerə. Deyirdim mən də, anam da, qardaşlarım da suka agent işləyir o, ayda 150 manat alır o. Sən onsuz da dediği boynuğu almırsan, binamus oğru. Sənin qiriyyətin olsa, bir dənə kəndir keçirtib özünü asarsan, mal-malat sıçan dərmanı alıb gətirib deyirdin ki, gəl hərəmiz bundan birini yiyək, binamus. Mənə deyirdin ki, öy mənim adıma keçirtkinə, sənlə kəbin kəstirəcəm, o səs yazmaların var, məndə sən yalandan deyirsən ki, mən ondan evlənməmişəm, sən mənə ərə gəlmişdin, ərə, sən mənim arvadım idin, sonra keçdin başqasının arvadı oldu. Mən sənin götürü dağıtmadım, amma sənin götürü qəşəng dağıtdılar ki, qanın axa-axa gecə ilə qalınçağa qaçırdın qorxudan, binamus oğru. Dədəliğin maisi mənim öyümə gətirirdin, şərəfsiz, namussuz. Sən Seymur idin, oturub qoz ağacın kəsən günü, qardaşlarınla bir yerdə deyirdin ki, qalınçaq pirinə nəzir demişəm ki, 3-cü dünya müharibəsi qalxsın, bütün cəmaatın balaları geçsin, qırılsın, kimin nəyi varsa mənə qalsın. Qardaşlarım da deyirdi, nə kef olar o, ömrün təkəri, ömrün təkəsi. Binamus Elnurda deyirdi, nə kef eləyər o adla cəmaat aparır bunları məclisinə. Cəmaatın balalarına qarqış elə, cəmaata qarqış elə, ermənidirlər. Yalandan Azərbaycan pasportu düzəltiblər ki, biz Azərbaycanlı yox. Simur, Kərimiyan Simur. Simur erməni adıdır. Simurdur onun əsl adı. Kərimiyan Simurdur. Ödə dokumentdə də helənçidir. Bu adam ermənidir, bu adam oğrudur. Nəsillicən bunlar ana tərəfdən oğrudirlər. Züleyxa oğru, gedir meşələrdə cəmaatın odunun oğru. Cəmaatı satır. Bu boyda qalınçaqda bir dənə suları yaxşı deyən yoxdur. Sən Seymur deyirdin ki, filan kəsin bir banka nəşəsin oğrayıb apardım, satdım, qəmərə verdim, kef çəkdim. Oğrayıb öyümün bütün əşyalarını talayıb aparırdın. Namaz təsbihimi oğrayıb aparırdım, binamus, 50 manatlıq Samsung Duas telefonumu məcbur əlimdən alırdım. Gətir öyümdən oğradıqları, oğru, çolpa oğrusu, toğ oğrusu, cəmaatın ördəklərin, qazların, toğların, cücələrin
Üç qardaş bir ana oğurlayırsa Dədon Mayısla bir yerdə, bir namus, bir qeyriyyətin olsa bir gecə bir dənə kəndir götürüb özünü asarsan. O baş deyil ki, sən saxlayırsan. Oğru sən, bütün öyümün əşyalarını oğradın, apardın. Yorğan döşəklərimi yandırdın, bir namus. Dənlənməmiş bir meşə lobyamı yandırdın. Ayaqqabılarımı yandırdın. Öydən 1000 manat pulumu oğradın, apardın. Apardın qəməri qəbristanlıqlarda höyrə gedə-gedə qəbir daşlarının üstündə cəmaatın ölülərinin üstə kef çəkə-çəkə qəmərinkin yalıya-yalıya apardın, verdin qəmərə. Sən Seymur derdin telefonda ki, uzağı 25 yaşında bir amcıq olsa çalaram. Səs yazma var o məndə. Sən öləsən onu trend elətəcəm, biabır olacaq. Sən derdin filankəsin qızları qəhbədir. Bir meşə qartova çıxırlar, qalınçaq meşəsinə aparırlar. Sən öləsən onun deyəcəm qohumuna səni tikə-tikə doğrayacaq. Qutara bilməyəcəksən, əlindən pulu da var, qutaracaq verir. Sən gedib qara torpaqda yatarsan. Şəhidlər gəldi, bir-bilə nəyi qaldı sənə? O şəhidlər səni kimi peysərlərin, sənin qardaşların kimi peysərlərin, anon kimi qəhbənin yolunda şəhid oldular da. Gedəydiniz da, oturub hərə bir kücdə gizlənirdiniz, anozun balağının altında. Gedəydiniz da vətən uğrunda. 1000 dəfə şəhid ailələri, şəhidin ata-anası, bacı qardaşları, ailələri, balaları süzdən qiriyyətlidir. Şəhidlər mərd-mərdana yatdı torpağın altında. Allah rəhmət eləsin. Hamı gedir ziyarət edir. Hamı gedir Quran oxudur. O şəhid anaları nalə çəkir balaların üstündə. Fəxr eləyirsən, binamus, əhd alırsan. Allah qoysa sənin də anı, sənin üstündə elə nalə çəkəcək. Şəhid ailələri çox mərddirlər, qiriyyətlidirlər, qabiliyyətlidirlər. Allah rəhmət eləsin bütün şəhidlərə də. Allah Taala səni elə əzabdan öldürsün ki, sən Seymuru tikə-tikə doğranasan. Şəhidlər vətən uğrunda şəhid oldu. Qiriyyətinlə, namusuyla şəhid oldu. Səni kimi peysərlər düzün içində gəzəndə, oğurluq eləyəndə qardaşları Dədon Mayısı Anu Züleyxanın başına yığanda onlar gedib vətən uğrunda canlarından keçirdilər. Torpaq uğrunda qanlarını tökürdülər. Səni kimi peysərlər burada kef eləyirdi. Mənim öyümü soyub aparırdın. Bey qiriyyət oğru. As özünü öldür. O qiriyyətdə ölsən gəzirsən. Bütün cəmaatın da gözündən düşmüsən. Qalın